Sabunçu rayonu Maçlar qəsəbəsinin girişində 10 sotda gözəl bir baxımlı, kubcalı 2 mərtəbəli, şəxsi özü üçün inşa olunmuş həyət evi satışa çıxıb, dəyərli izləyicilər. Çox gözəl bir evdir, Allah olmayanları qismət eləsin. Maşallah olsun, həyəti böyükdür, həyətində bar verən meyvə ağacı çoxdur. Qapıya qədər yolu asfaltdır, magistral yola yaxındır, qazı, suyu, işığı var və daimidir. Evin üzü və həyəti qabancıq daşı ilə üzlənib, evin qarşısında da belə bir gözəl, böyük bir navesti yığılıb. Mərtəbə arası monolitdir, kürsülü, qoşa daşı inşa olunub. Yerləşmə yeri, yenə də qeyd edirəm, Maçlar qəsəbəsinin girişindədir. Havası təmiz, quru yerdir. Az da olsa nəmişliyi yoxdur. Həm də çox gözəl və sakit bir məhəllədir. Elitli məhəllədə yerləşir. Daxil olaq evə. Qiymət olaraq da 375 min manatla satışa çıxıb, real alıcıya da endirim olacaq. Gördüyünüz bu hissə həm yay mətbəxi kimi, qış mətbəxi kimi istifadə olunur. Evin içərisinə daxil olmaq olar. İstilik sistemi kombidir, aboyları vurulub, döşəməsi də parketdir. Bu hissə qonaq otağıdır. Sağ tərəfdə yataq otağı yerləşir. Birinci mərtəbədə yerləşən yataq otağıdır. Bura mətbəxidir. Mətbəxdən də qeyd etdiyim kimi həm qış, həm də yay mətbəxinə keçmək mümkündür. Manqalına kimi yığılıb. Bu hissədə padvalıdır. Padvalda rahat ayaq üstə durmaq mümkündür. Həm də monolitdir bu hissə. Ümumi 6 otaqdan ibarətdir. İkinci mərtəbəni təqdim edək sizə. Bir daha qiymətini qeyd edirəm. 375 min manatla satışa çıxıb, yerləşmə yerdə Sabunçu rayonu Maçlar qəsəbəsinin girişindədir. İkinci mərtəbədə 4 yataq otağı, balkon və santral qovşaq yerləşir. İkinci mərtəbənin döşəməsi parketdir. Evin tikintisi zamanında keyfiyyətli materiallardan istifadə olunub. Əşyalı almaq da mümkündür. Sənət torpağın qubcasıdır. Hər hansı bir sualınız olsa, səhifəmizdə əlaqə nömrəsi var. Bir daha qiyməti qeyd edim, 375 min manat Maçlar qəsəbəsinin girişindədir. Qapıya qədər yolu asfaltdır. Magistral yola yaxındır, 10 sotdadır, 2 mərtəbəli 6 otaqlı həyət evidir. Hər hansı bir sualınız olsa, səhifəmizdə əlaqə nömrəsi var. Əlaqə saxlayıb məlumat ala bilərsiniz. Diqqətiniz üçün minnətdarıq.